Əziz şagirdlərim, hər birinizi xoş gördük. Aylar öncə, avqust ayının 15-dən bu yana biz sizlə birlikdə çox gözəl bir yola başlamışdıq. Bu bizim uğura gedən, zəfərə gedən yolumuzun ilk addımlarıydı. Və siz avqust ayında bir söz verdiniz. Dediniz ki, müəllim, biz öz əziyyətimizi, ən əsası valideynimizin əziyyətini və biraz da olsa, varımdırsa əgər mənim əziyyətimi yerdə qoymayacağınızı dediniz. Və bugünkü gün bu məclisdə, bu qonaqlıqda olmağınız bunu göstərir ki, siz hər biriniz verdiyiniz sözünüzü tutdunuz. Sizinlə qürur duyuram, fəxr edirəm. Yaxşı ki, sizin kimi şagirdlərim var, yaxşı ki varımsınız. Məncə bir müəllimin ən dəyərli xəzinəsi onu sevən, ona hörmət edən, sizin kimi gözəl gənclərə, gözəl şagirdlərə sahib olmaqdır. Və bunun üçün Rəbbimə nə qədər şükr etsəm azdır. Yaxşı ki, hər biriniz varsınız, yolumuz kəsişir. Və mən inanıram ki, bizim yolumuz sizin universitetə qədər, universitetdə istədiyiniz fakültəyə qovuşana qədər davam edəcək inşallah. Və onu qeyd edim ki, bugünkü gün bizim 90 plus yığan şagirdlərimiz buradadır. Və hər birini ürəkdən təbrik edirəm. Buyurun, sizin də alqışlarınızla 90 plus yığan şagirdlərimizi istəyirəm ki, dəvət edim yanıma. Çünki 80 və 80-dən yuxarı yığan hər bir şagirdimə qonaqlıq söz vermişdim. O sözümüzü tutduq, şükürlər olsun. Amma indi 90 və 90-dan yuxarı yığanların mükafatlandırmasıdır. Mən istəyirəm taktik Romanı dəvət edib 94 bal alqışlarınızla Roman səni təbrik edirəm. Sənlə qürur duyuram. Özün bilirsən ki, xətrim mənim üçün nə qədər əzizdir. Sən mənə verdiyin sözü tutdun. Bilirəm ki, mənim orada belə deyək də, əgər biraz da olsa köməyin varsa sənin zəhmətin, valideynlərinin zəhməti danılmazdır. Çox sağ ol ki, mənim sənə olan inamımı doğrultdun oğlum. İnşallah uğurların bol olsun. Təşəkkür edirəm. İkinci, yenə maşallah olsun 94 bal Səfdərova Şəbnə alqışlarınızla təbrik edirəm. Mənim gözəl qızım, uğurların bol olsun. İnşallah bundan da gözəl uğurlar əldə edəsən. Təbriklər bir daha Şəbnəm. Və uşaqlar, yenə alqışlarınızla 90 bal Mikailov Nihat gəlsin. Nihat, səni təbrik edirəm ürəkdən. Uğurların bol olsun. Həm Təranə müəllimənin, valideyninin, həm mənim sənə olan ümidlərimi doğrultdu. İstəyirəm ki, bundan işimiz bitmir. Bugün yanımızda olmayan Xədicə qızım var. Xədicə və mənim Qəmzə qızım var. Onların da mükafatı buradadır. 94 bal mənim Qəmzəmə bir alqış gəlsin. Xədicə 90 bal alqış gəlsin. Və bugünkü gün qonaqlıqda hər bir gəncimizin mən istəyirəm ki, uğurlarını bilək və bu cür gənclərlə həqiqətən fəxr etməyə dəyər. Məhəmməd oğlum Balır 82, Ramal 89. Buyurun 80, Qasımzadə Yusuf 80, İbrahim 80, Nəsibov Aysel 85, Xumar 84, Əsma 85, Rahidə 83, Duyğu 80, Aysu 85, Tunay 88 və mənim operator oğlum. Sənin balını eşidək. 80. Və mən inanıram ki, bu 9-cu sinif imtahanın nəticələri ümumi demək olar əksəriyyətinizin balı 200 və 200-dən yuxarıdır. 250-də keçən şagirdlərimiz də var. Mən inanıram ki, biz 11-ci sinifdə bu nəticəni 300-ə 300 edəcəyik. İndi hər biriniz özünüzə bir gözəl alqış. Qürur mənbəyimsiz, yaxşı ki varımsınız.